Kiminsə? Xeyr müəllimə, yoxdur burada. Aha. Deyin görüm. This cleanup nə proqramıdır? Hara aiddir? Xidmət proqramı. Xidməti Aha. proqramı. Xidməti proqramdır. Xidmət. Proqram təminatının hansı qrupuna aiddir? Xidməti. Dem proqramı. Dem proqram Dem təminatı. proqramı. Yaxşı. Diskdəki səhvləri tapıb aradan qaldıran xidməti proqram hansıdır? Scandisk. Düzdür. Scandisk. Yaxşı. İnterpretator necə çevirir proqram? Proqram maşın dilinə necə çevirir? Tək çevirir. Ay, sağ olun. Kompilator necə çevirir? Bütöv şəkildə. Bütöv şəkildə. Linux nədir? Ona gəlir. Nə? Linux. Linux. Əməliyyat sistemidir. Əməliyyat sistemi. Yaxşı. Birdən 10-a qədər deyilsiz səhviniz yoxdur. 15-ə qədər. Heç mən tapmıyorum hara qoymuş. Xeyr müəllimə, yox. Dəqiq. Belə müəllimə, mən baxıram ki. Ağasız nədir? 14. 14-cü suala bir dənə müəllimə. Baxa. 14-ü mən sual sırası qoymuşam. Bir Baxın variantdır müəllimlər. müəllimə. 14 çox belə deyim, qəşəng sualdır. Çünki burada sizdən soruşur ki, daşınmaya qədər faylın yerləşdiyi qovluğun tam adını müəyyən edin. Faylın tam adından söhbət getmir ha. Bir fayl var imiş, bu fayl başqa bir qovluğa köçürülüb, sonra nə bilim başqa qovluğa köçürülüb. Bir köçürülməmişdən qabaq bu faylın yerləşdiyi qovluq var idi ha. Həmin qovluğun tam yolunu soruşur. Daha doğrusu tam adını soruşur. İndi baxaq. Hər hansı qovluqda şəkil.jpg faylı saxlanılırdı. Baxın, mən bu şəkil.jpg faylını hər hansısa qovluqda deyir, bu saxlanılırdı. Həmin qovluğa bir X qovluğu deyirəm. X qovluğunun içində şəkil.jpg var idi. Deyir ki, həmin qovluğu, deyir ki, bu qovluqda yeni qovluq yaradılır. Bax, şəkil.jpg X qovluğunda deyildi. İndi bunun içində yeni bir qovluq yaradılır. Buna bir Y qovluğu deyirəm. Yaradılandan sonra şəkil.jpg faylı həmin bu qovluğa köçürülür, yəni Y qovluğuna. Onda deməli, şəkil.jpg Y-in içində olacaq, Y də X-in içində. Yeri dəyişdirilən faylın deyir adı, bax, belə olub. C diski falan filan. İndi baxaq görək nəyin yerindədir. Baxın, şəkil.jpg budur da. KB6 bu Y-in yerindədir, görürsünüz. D2023 bu da deməli X imiş. 2023. Və bu X də Z3 qovluğundaymış. Z3 də C diskindəymiş. İndi bizə deyir ki, daşınmaya qədər failin yerləşdiyi qovluq. Daşınmaya qədər təzə yaratdığım Y idi də. Y yox imiş. Deməli, KB6 mikrofonları bağlayın. KB6 əvvəl yox imiş. Əvvəl deməli, bunun şəkil.jpg-nin tam adı beləymiş. Şəkil.jpg-nin yerləşdiyi qovluq D3, D2023 deyilmi? D2023 qovluğunun tam adını soruşur. D2023 qovluğunun tam adı, baxın, bu hissədir. C diski Z3 D2023. Desəydi ki, failin yerləşdiyi qovluğun tam yolunu müəyyən edin, onda qovluğun adını götürməzdik. Eləcə C diski Z3 olardı. Amma tam adını dediyinə görə qovluğun öz adını da götürürük. Yəni B variantı. Aydındır? Bunları yaman qarışdırıram. Müəllimə, bunu bir dəfə də özünüz yazarsınız yenə. Başa düşməsəz, gələn dərs yenə izah eləyərəm. Yaxşımı? Bir dəfə özünüz də yazmağa çalışın. Belə də basən sistem. Bir də görsən müəllimə, 15-i də baxaq. Baxaq. Deyir ki, kitab.bmp faylı informatik qovluğunda saxlanılırdı. Baxın, həmişə belə yazın. Kitab.bmp. Bu faildir, bu faildir. Yerləşirmiş informatik qovluğunda. Mən bunu biraz məsafə ilə yazıram ki, bunun içində çünki ola bilsin qovluq yaradılacaq. İnformatikanın içində belə bir fail var imiş. Daha sonra bu fail həmin qovluqda yerləşən fizika adlı qovluğun
daxilində yaradılmış yeni qovluğa daşındı. Həmin qovluq informatikadır. Bunun içində yerləşən fizikanın içində yaradılan qovluğa daşındı. Bunun içindəki qovluğa da bir X deyirəm. Daşınmadan sonra faylın tam adını müəyyən edin. Deməli, faylın adı kitab.bmp idi. Deməli, bu hər hansı bir qovluqdadır. Həmin qovluq fizikanın içindədir. Fizika da informatikanın içindədir. Baxaq görək hansı variant uyğun gəlir. Kitab.bmp şəkildədir. Şəkil fizikadadır. Fizika informatikadadır. Görürsünüz, düz gəlir. Bu da D diskindədir. İndi buna baxaq. Kitab.bmp fizikadadır. Amma belə olmalı deyil axı. Fizikanın içində yaradılan hansısa qovluğa köçürülmüşdür. Ona görə bu promoy fizikanın içində olanmaz. B variantı getdi. Burada da kitab.bmp 2023-dədir. Tutaq ki, bu X olsun da, X belə olsun. Bu fiz qovluğun içindədir. Amma biz bilirik ki, bu fizikanın içində olmalıdır. Bu artıqdır, görürsünüz. Bu da getdi. Yəni, düzgün cavabımız A variantıdır. Sonra. Var müəllimlər? 20-yə qədər. Çiçək müəllimə, 16-da orada Nida biz dedik ki, qovluqlarda işarələri bildikdə hansı işarələr olmaz. Orada şəkil Nida var. Amma cavabda o da götürülür, bir də götürülür. Müəllimə, nidal deməmişik axı. Biz demişik sola əyilmiş xətt, düz xətt, sağa əyilmiş xətt, ulduz, sual, dırnaqlar, 2 nöqtə. Nida demədim. Xeyr, nida deməmişik. Hə, müəllimə, baxdım, hə, olur. Hə, başa düşdüm indi. Onda Sonra. qalmışdı. Yaxşı, 30-a qədər səhv olan var. Xeyr, müəllim. Yoxdur. Yaxşı. Bu klaster məsələlərini bəs necə yazdınız? 30-a qədər. Ay, Çiçək müəllimə, 37-ni mən eləyə bilmədim. 37-ni. Yaxşı. Amma 38-i elədim. Cavab aldım, bilmirəm orada nə Baxın, qaldı. indi müəllimlər, bu bayaq mən dediyim məsələdəndir. Ülviyə müəllimə, siz olmadınız dərsdə. Birini izah edirəm, o biriləri siz yazın. Hər birinin həcmi 13,5 kilobayt olan 2 səs faylı. Görürsünüz, 2 dənə səs faylım var. 13,5, 13,5. 2 dənədir. Bunlar səs fayllarıdır. Amma ayrı-ayrı fayllardır. Hər birinin həcmi 8,8 kilobayt olan 3 video fayl. Videom var 8,8, 8,8, 8,8. Bir də deyir ki, hər birinin həcmi 2,6 olan 4 dənə mətn faylı. Mətnlər 4 dənədir. Hər birinin həcmi 2,6-dır. Deyir ki, indi kompüteri yaddaşda saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır? Klasterin həcmi də 6 kilobayt verir. Deməli, biz bunun hamısını ayrı-ayrı hesablamalıyıq. 13,5 kilobaytlıq faylım neçə klasteri işğal edəcək, əgər 6 kilobaytsa? Neçə? 3 klaster, müəllim. Bəli, bu 3 klaster. Bu 3 klaster. İndi 8,8 neçə klaster işğal edəcək? 6 dənə. Neçə? 6. Hərəsi 2 dənə, də müəllim. 6-dır. Bəli. 2 dənəsini Hərəsi 2 işğal dənə. edəcək. Hərəsi. Bəli, hərəsi 2 dənəsini işğal edəcək. 2,6-dırsa, bu da hərəsi 1 klaster işğal edəcəkmi? Deməli, 4 dənə də. 4 dənə də buradan. İndi gəlin klasterlərin sayını tapaq. 3, 3, 6, bu da elədi 12. 12-ni də 4 4 gələndə elədi 16. 16 klasterin hər birinin həcmi 6 kilobayt. 96 kilobaytlıq yeri işğal edəcək. Ülviyə müəllimə, birinci hissəni atacaq, ora baxarsınız, orada izah eləmişəm. Bilərsiniz yəqin ki. Bu belə də, yəni klaster məsələlərini də özünüz həll edərsiniz. 42-yə qədər bu vərəqdə səhviniz var. Xeyr, müəllim. Yaxşı. 43-dən. 43-ü yaza bilirsinizmi?
Bölək də müəllimə. Mən yazmışam Bilmem, onu. oldu. Yaxşı, onda belə eləyək. Ayıp. Mikrofonları bağlayın, xahiş edirəm. Mən izah edirəm bunu. Bax, bu da məşhur sual tipidir. 6 ədəd 5 GB-lıq boş DVD diskinə neçə ədəd 6 MB-lıq fayl yazmaq olar? 6 dənə, baxın, mən disklərin şəklini çəkirəm sizin üçün. 6 dənə diskim var. Deyir ki, 5 GB-lıq disklərdir. Birinin həcmi 5 GB-dır. Birinin həcmi 5 GB-dır. Fayllarımız baxın megabaytla verilir. Ona görə mən diskin həcmini də megabayta çevirirəm. 5 GB-ımız 5 vur 1024 deyilmi? Bu da 5120 megabayt eləyir. Deməli, bir dənə diskin həcmi 5120 megabayt imiş. İndi biz burada müəllimlər, baxın, diski əgər 6 dəfə 5, 30 deyib, desək ki, 6 dənə disk 30 GB-dır, sonra bunu megabayta çevirib hesablasaq səhv eləyəcəyik. Çünki biz 5120 megabaytlıq diskə 6 megabaytlıq fayl yükləyəndə ola bilsin ki, burada müəyyən bir hissə boş qalacaq. Boş qalan hissə nəzərə alınmalı deyil. Ona görə biz bunu tək-tək tapmalıyıq. Görək bir diskə neçə fayl yazırıq, sonra onu 6-ya vuracaq. 5120 megabaytlıq diskim var. Buna 6 megabaytlıq neçə fayl yaza bilərəm? 5120-ni 6-ya böləndə, deməli, 50-nin içində 6, 7 dəfə 6. 253'tü. 853'ü də 6'ya vururuq 5100. 853 tam neçəsə ay müəllimlər? 853 tam neçəsə düşür. Deməli, bu nə deməkdir? Deməli, mən bu diskə 6 megabaytlıq faylın 853 dənəsini tam yerləşdirəcəm. Birinin də 0.2 hissəsi düşə bilər. Amma faylı nətər bölüb 0.2-sini bura atacaqlar. Tutaq ki, 6 megabaytlıq şəkillərim var. Şəklin yarısını bölüb bura atanmaz axı. 0.2-sini atanmaz axı. Ona görə bu diskin 0.2 hissəsi boş qalır. 853 dənə şəkili bura, faylı bura tam yerləşdirə bilirəm. O zaman birinə 853 dənədirsə, hər birinə də 853 dənə gedəcək. Deməli, ümumi hesablasaq 853 vur 6 dənə. Bu da eləyəcək, yəqin ki, 5118 dənə fayl. Aydındır. Aydın. Davam edək. 50-yə qədər. Kiminsə evindən səs-küy gəlir. Mikrofonları danışmayanda bağlayın. 50-yə qədər yoxdur. Müəllimə, Yazmayırsınız, 46-ya bir dənə eləmi? baxardım. 46 qaldı müəllimə. Bu arxivləşdirmə biraz məni çaşdırır, ona baxardım. 45'e də baxardıq. 45. Deməli deyir ki, cədvəldə fayllar və onların informasiya həcmləri verilmişdir. Cədvələ əsasən bütün qrafik faylları. Burada artıq faylların formatları əzbərlənməlidir. WAV səsdir. TIFF qrafik fayldır. Qrafik. AVI video faylıdır. Ona görə bu getdi. ODG qrafik fayldır. OpenOffice.org Drive proqramının ad genişlənməsidir. PNG qrafik fayldır. Paint proqramına aiddir. Yəni şəkil faylıdır. EXE icra olunan fayldır. Ona görə bu da getdi. Qrafik faylların həcmi 2 bu, 1 bu, 1 bu. Cəmi elədi 4. Biz də bilirik ki, şəbəkədə ötürülən informasiyanın həcmi 2 bərabərdir və vuraq T düsturuna görə hesablanır. Biz də tapdıq ki, 2 4-dür. 2 bərabərdir 4 megabayta. Deyir, sürəti 222 bit bölək saniyə olan və bərabərdir 222 bit bölək saniyə. T-ni tapanda düsturdan 3-ünü bölməliyik V-yə. Bu da bərabərdir. Amma Q megabaytlandır, V də bitləndir. Ona görə megabaytı bitə çevirirəm. 223-ə vururam. Mən megabaytı bitə çevirdim. Siz istəyirsiniz biti megabayta çevirə bilərsiniz. Mən biti megabayta çevirmişəm orada Olsun, müəllimə. o da olar. Q-nin yerinə yazıram 4 vuraq 223, V-nin yerinə yazıram 222.
Bu getdi, burada qaldı 2. 4 dəfə 2, 8. Deməli, 8 saniyə ərzində götürmək olar. Çünki niyə saniyə dedim? Bax, onu da göstərim. Sürətdə vahid olaraq saniyədən danışılıb. Sonra 46. 46-yı mən eləməmişəm. Ancaq 47-yi eləmişəm Deyir ki, yəni. mən izah edirəm bunu da. Unicode kodlaşdırılmasında yığılmış 25 səhifəli elektron sənəd. Hər səhifəsində bu qədər sətr, bu qədər simvol var. Əvvəlcə müəllimlər, biz bu neçə klasterə yüklənəcək? Əvvəlcə biz tapmalıyıq ki, görək bunun həcmi nə qədərdir? Həcmi tapmadıqdan sonra klasteri tapa bilmərik. V bərabərdir. Simvol məsələlərində sətr, vur, simvol, vur, səhvə, vur, i. Bu i də dedik ki, n bərabərdir 2 üstü i, yəni harfli düsturuna görə tapılır. Unicode kodlaşdırmasında i-ni 2 baytla götürmürükmü? Yəni 16 bitlə. Bir simvol deyirik 16 bit, yəni 2 bayt yer tutur. İndi həcmi tapanda sətrimiz 32-dir. Simvolumuz 64-dür, səhifəmiz 25-dir. Bunları vurduq. Bunu da vururam 2 bayta. 2 bayta. Deməli, həcmimiz nəyə bərabər olacaq? 2 üstü 5 bu. 2 üstü 6, 64-ün yerinə yazdım. 2 üstü 1, 2-nin yerinə yazdım. Vur 25. Bu da bərabər. 2 üstü 11, 2 üstü 12. 25 vur 2 üstü 12 bayt. Klasterin həcmi kilobaytla verdiyinə görə mən bunu kilobayta çevirirəm. Kilobayta çevirmək üçün 2 üstü 10-a bölürəm. Bu da bərabərdir. 25 vur 4, o da 200 kilobayt. Deməli, mən tapdım ki, mənim bu informasiyamın həcmi 200 kilobayta bərabər imiş. Bu fayl 30% arxivləşdirildikdən sonra. Müəllimlər, arxivləşdirmək onun həcmini sıxmaq deməkdir. Əgər mən 200 kilobaytın 30%-ni arxivləşdirmişəmsə, yerdə bunun 70%-i qalır. 70%-ni tapanda 270-ə vurub 100-ə bölürəm. Bunlar getdi, qaldı 14 kilobayt. 14 yox, üzrü hesab edin. 140. Deməli, CDG 140 kilobayt hesablama səhvim oldu. Deməli, mənim faylimin həcmi 140-dır. Keçək bunun neçə klasterdə yerləşəcəyini tapmağa. Bayaqçı formada 140 kilobaytlıq faylı 4 kilobaytlıq klasterlərə ayırsam, neçə klasteri işğal edəcək? 144-ə 3 böləcək. dəfə, aha, 12 eləyir, 20-nin içində 4, 5 dəfə. Deməli, 35 dənə klasteri işğal edəcək. Aydındır? Evet. Məla, kim yoxdur dərsdə? Sonra neçə dediniz müəllimlər? 48-i də eləyək. 48-i də eləyək deməli. 48, baxaq. 8. Bu da bayaqçı suallardan deyə müəllimlər. Bunları gərək özünüz işləyəsiniz bir dəfə. Yəni Hə, bunlardan düşəcək. Bunu saxlayıram müəllimə, çünki bayaqçı sualdandır. Təkrar eyni suallar mən işləməyim. Siz bunları işləyin. Əgər alındıra bilməsəz, gələn dərs bir də soruşarsınız. Çünki siz bunların üstündə biraz baş sındırmasanız, mən nə qədər burada desəm də o sizin yadınızda qalmayacaq. 50-yə baxa bilərik. Baxaq. Bu abituriyentlərə düşən qəbul sualıdır ki, bundan qabaq bu sual düşmüşdü. Deməli, deyir ki, Ləman tam dolu diskdən, diskimiz tam doludur. 8 ədəd 3 megabaytlıq səs faylı sildir. Baxın, müəllimlər, bu suallarda nəyə fikir verin? Diskimizin içərisində boş yer yoxdur, tam doludur. 8 ədəd 3 megabaytlıq səs faylı silmişəmsə, deməli 8 dəfə 3 24. Deməli, mən 24 megabaytlıq yeri boşaltdım da elə. Yəni, biz nə qədər fayl siliriksə, o qədər yer boşaltmış sayılırıq. İndi deyir ki, 8 ədəd 3 megabaytlıq səs faylı yazıram. 8 vuraq 3.
megabayt. Yəni elə promo yazaq da bunu 24 megabayt. 24 megabayt. 5 ədəd 4 megabaytlıq şəkil faylı. Bundan sonra hələ 5 ədəd 4 megabaytlıq şəkil faylı sildim. Deməli 5 dəfə 4 20 megabaytlıq fayl sildim. Deməli diskimdə 44 megabayt yer boşaldı. 12 ədəd 2048 baytlıq mətn faylı. Bu megabaytla verməyim. 2048 baytımız 2 kilobayt deməkdir. 12 dənə 2 kilobaytlıq mətn faylı silib. Deməli 12 vururam 2 24 kilobaytlıq mətn faylı silib. Deməli mənim diskimdə 24 plus 20 plus 24 kilobayt. Deməli 44 megabayt plus 24 kilobaytlıq yer boşaldı. Sonra isə bu diskə təzədən 2 ədəd 3 megabaytlıq səs faylı yazdı. Deməli bax bu qədər yerim boşalmışdı. Təzədən diskə 2 ədəd 3 megabaytlıq səs faylı yazdısa, deməli 6 megabaytlıq boş yeri işğal elədi. Deməli bu boş yerdən 6 megabaytını çıxıram ki, bu qədər işğal olundu da təzədən doldu. Və 2 dənə eyni ölçülü video fayl yazdı. Amma burada video faylın ölçüsünü vermir. Görsünüz? 2 dənə eyni ölçülü video fayl yazdı. Yazıram 2 vuraq B. Deməli 44 megabayt üstə gələk 24 kilobayt çıx 6 megabayt vur 2V. Daha doğrusu çıx 2V. Bu qədərini sildi. İndi gəlin bunu sadələşdirək. Bunu sadələşdirəndə 44 megabaytdan 6 megabayt çıxsam 38 megabayt. Üstə gələk 24 kilobayt çıxaq 2 tərəfdən yazamadıq. Bunu aşağıdan yazıram davamını. Çıxılsın 2V. Deməli müəllimlər, mənim diskimdə bu qədər boş yer var. İfadəni mən belə aldım. Bu qədər boş yer var. İndi bu deyir ki, diskdə deyir 16 megabayt plus 24 kilobayt boş yer var. Deməli, mən boş yerə belə bir ifadə tapdım. Bu da boş yeri belə verir. Deməli, bunlar bir-birinə bərabərləşdirib cavab ala bilərəm də mən. Deməli, 16 megabayt plus 24 kilobayt bərabərdir. Mənim tapdığım boş yerlə bu bir-birinə bərabər olacaq. Sadəcə o başqa bir ifadə ilə verir. 24 kilobayt çıx 2V. 24 kilobaytlar getdi. 2V-ni keçdim sol tərəfə, bərabər oldu. 38 megabayt çıx 16 megabayt. V də bərabərdir. 2V daha doğrusu bərabər. 38-dən 16 çıxanda qalır 22 megabayt. V də bərabər oldu. 22-ni də 2-yə bölürük. 11 megabayt. Deməli, bir dənə video faylın həcmi 11 megabayta bərabər imiş. Aydındır? Bəli. Doğrudan sonrakılar da müəllimə özünə uyğunluqdular. Aha, bəli. Qoşmaq. Müəllimlər, heç olmasa nəzəri şeyləri mükəmməl öyrənin. Nəzəri şeylər sizə bal gətirəcək. Ay müəllimə, bu gün mən prestijdən oxumuşam. Nə dəhşət verilib, nələr verilir orada. İnanın, həmən bu hamısı bir-birinə qarşı onda da. Başa Prestijdə də düşürəm, yaxşı amma verilir. bu bölmədə çox xırdalıq var. Bölmədən çox sual Ay, gələ sağ bilər. olun. Bax, klaster sualları, incəliklər. klasteri mən deyirəm mütləq görəcəksiniz. Klaster sualı mütləq olacaq. Bu formatlar, səs faylı formatları, video fayl formatları falan filan bunlar mütləq olacaq. Yəni görəcəksiniz. Çalışın proqram təminatındakı proqram adlarını hamısını qəşəng öyrənin. Müəllimlər, keçək prestijə. Bir dəqiqə mən bunu Nasıllardan biri deyil. Bir dənə məndə 6-da var idi müəllimə. 6-da baxaq görək. Məndə də səhv olub müəllimə. Qovluğun adında ən çox neçə simvol ola bilər? Ay müəllimlər, demədiyim üçün səhv eləmişik müəllimə biz bunu. 155-dir də. Mən onu 255 dənə.
Altını dedi müəllimə, altını dedi. Altı bir Eşitmədim. qovluğun adı ola bilməz biri. O değil müəllimə. Qov- Ha, müəllimə. Qovluğun adında ən çox neçə Qovluq. simvol ola bilər? Failin dadında, qovluğun dadında ən çox 255 simvol istifadə olunur. Elə götürmüşəm. Mən onu niyə səhv götürmüşəm? A da axı müəllimə siz Y dediniz. Ona görə qaralamışam mən. 6-da Nədə? adı. 4-5-də mi? A-dır, bəli. A yazmışdım. Adı Siz Y. müəllimə, mən də A Dördüncü, yazmışam, amma beşinci. nələr olub? Dördüncü Y. 7. 5 B'di. Hə, ona Yox, görə 6 dediniz ay müəllimə. 6'ya mı? 6 Altı Y. Y. müəllimə. Y diyor axı A-dır. Qabaq. Ay müəllimlər, bir dənə gözləyək. Ola bilsin ki, mətənət müəllimədə təzə nəşrdir. Çox səhviniz çıxmadı ki. Yox müəllimə. Mən Yox. Mətənət müəllimə, mən mən də sizə o vaxt Qazaxda aldırdığım prestijdir o. Ay sağ ol, hə, prestij. Hə. Onda Utan. elə Utan Musayev. olacaq. Bir-iki dənə fərqi var onların. Orada Yaxşı, Dənə elə bir bəli. ki, müəllimə, sınaq 2.1 götürülüb 6'da. Biri qovluğun adı ola bilməz. Belə bir sualdır. hə, sizdə Yox, bu dəyişib. 6-da müəllimə. Yəni bu Hasandır da, onu Mən deyirəm də səhv ona görə eləyəm. məhəbbət aldım. Müəllimlər, ay müəllimlər, da bunu çox Hə, müzakirə o. eləməyin. Sadəcə olaraq sual fərqlidir, deyə cavab fərqlidir. Yəni sizdə Tamam. olmalıydı A variantı. 20-yə A qədər variantı. səhviniz varmı? 7-də də elə səhv çıxıb mənim, onda mexanikada orada. Mən deyim də, Onda Windows əməliyyat sistemində aşağıdakı simvolların hansında fayl və qovluqların adından istifadə etmək Adı ola olmaz. Sual işarəsindən cavab D Bravo. variantıdır. Bir variant. Müəllimə, Yedi 20-yə də bir. baxaq. Mən açamıram 20 sualını. Bəli, qaralamışam, ona görə yəqin sual yenə qarşı. o ortasında deyil müəllimə, ortasında yerləşir. Mən ona elə ay baxdım. müəllimə, görürəm xeyr, şeydə. xeyr. Xeyr, Windows müəllimə, əməliyyat Ah, sistemində Sol bu vəziyyətdə. gün nəsə olub eyvallah. İmkan vermirsizə mən danışam. Deyən iclaslar sizə çox təsir eləyiblər. Windows əməliyyat sistemində vəziyyət sətri pəncərənin hansı hissəsində yerləşir? Müəllimlər, Hə, aşağı ümumiyyətlə, çıxır. harda deyirsə fərqi yoxdur. Hər bir yerdə vəziyyət sətri aşağıda yerləşir. Bu Word olsun, Excel olsun, Windows olsun, hər bir proqramın, hər bir əməliyyat sisteminin vəziyyət sətri aşağıdadır. Ona görə aşağıda götürürsünüz. 30-a qədər səhviniz var. 21-ə də baxardım. Mən 21 22-yə də baxaq. baxaq, onu da qaraladım. Ola 21, bilsin, 22. yəni, Qovluq pəncərəsində kömək düyməsi harada yerləşir? Kömək düyməsi menyu sətrində yerləşir. Windows 7-lərdə müəllim, baxın, mən indi qovluq pəncərəsinə daxil oluram, bu məndə yoxdur. Amma gəlin Excel-dən göstərim onu sizə. Baxın. Windows məndə işarəsi 11 deyil deyə burada. fərqlidir. Baxın müəllimlər, menyu sətri buradır da. Baxın, bu hissə menyu sətridir. Bunun yuxarısı başlıq zolağıdır. Başlıq zolağının aşağısında menyu sətri yerləşir. Menyu sətrinin sağında da, baxın, görürsünüz, bax, bu düymə kömək düyməsidir. Kömək düyməsi yerləşir. Yerini əzbərləyin. Sonra 22-yə baxaq müəllimə, onu da kömək qaraladım. mən. pəncərəsini də ay müəllimlər funksional klavişlərdən birincisini köməyə veriblər. F1. F1, bəli. 30-a qədər var səhviniz. Xeyr müəllimə. 28-ə baxalım. 28-ə baxaq. Deyir, sürətli Aynen. keçidlər hissəsində piktoqramı mövcud olan proqramı ən tez necə açmaq olar? Baxın, ay müəllim, biz deyirik, bu bəzi proqramları tapşırıqlar zolağına əlavə edə bilirik. Və bu tapşırıqlar zolağında və bu hissədə bərkidilmiş proqramlar olur da. Biz bunları bura bərkidirik ki, çünki baxın, iş masasındakı hər hansısa bir proqram açmaq istəyəndə gərək üstündə 2 dəfə klikləyəsiniz. Amma bunu bura əlavə eləyəndə və bura əlavə eləyəndə üstündə bircə dəfə sol düyməni klikləyən kimi açılır. O sualda da sizdən bunu soruşur. Mouse'un sol düyməsini üzərində bir dəfə sıxmaqla cavab olacaq D variantı. 8 mi? 30-a Müəllimə, qədər 30-a varmı? da baxaq. 30-a 30. baxaq müəllimə, onu da Dil qaraladım. panelinin dilini dəyişmək üçün müəllimlər dil panelinin Alt dilini Alt plus Shift əslində belə deyək də kontrol paneldən parametrlər dəyişib
Ctrl Shift də edə bilirik. Amma standart olaraq Alt Shift götürülür. Amma bu sualda yanlışlıq nədir? Hər ikisini sualda yaza bilməz. Hətta Win düyməsi plus spacebar düyməsini də klikləyəndə klaviaturun dilini dəyişə bilirik. Windows 11-lərə xasdır bu da. Yəni sualda bunlardan ancaq birini verməlidir. Amma ən standartı Alt Shift-dir. Yəni çox kompüterin üzərində Alt Shift-lə gəlir də, sonra özünüz dəyişə bilirsiniz. Sonra 31-ə də baxaq müəllimə. Onu da qaraladım. bunu Windows 7-də göstərmək lazımdır, amma dil panelinə yeni dil əlavə etmək üçün baxın müəllimlər. Bura gəlirik, baba bura. Dil paneli